Salam əziz Tombum izləyicilərimiz. Sizinlə mən Balans Studiyasının rəssamı Ülviyə Əliyeva olacağam. Beləliklə, bugünkü dərsimiz ani çəkilişlər. Kiçik panellər şəklindəki təsvirləri nəzərdən keçirmək köməkçi rol oynayır. Təsviri çap etdikdə onun görüntüləri məhz belə olacaq. Bu 3 panelə baxaq. Onlardan ikincisi mən istədiyim kimi deyil. Həmin görüntüdə xarakterin orta mövqedə olmasını istərdim. Təsviri mən dediyim kimi çap etmək üçün buraya snapshot funksiyasını artırmalıyıq. Bunun üçün yenidən timeline çalışma rejiminə keçirik və ya timeline'ı aktivləşdirmək üçün sağ kənardakı üstəgəl işarəsinə basıb timeline sətrini seçməlisiniz. Timeline rejimini thumbnails bölməsinin kənarına əlavə etdik. Burada siz müxtəlif xanalar üzərində əməliyyatlar apara bilərsiniz. Timeline pəncərəsində panelin üzərinə gəlirik. Klaviaturada 2 düyməsinə basmaqla panelləri daha da böyüdürük. Xarakteri görüntünün ortasına gətirmək istədiyimi demişdim. Bunun üçün playhead çubuğunu istədiyim mövqeyə gətirirəm və mausun sağ düyməsinə basıram. Daha sonra Add Snapshot sətrini seçirik. Panelin üzərində mavi ox işarəsi yarandığını görürsünüz. Bu, animasiyanın gedişinə təsir etmir. Onun rolu sadəcə çap olunan zaman həmin görüntünü ortaya çıxarmaqdan ibarətdir. Kiçik görüntülərə yenidən baxdıqda, əvvəlki panel ilə yeni panel arasındakı fərqi aydın şəkildə görmək olar. Yeni görüntü çap üçün daha uyğun olacaq. Beləliklə 14-cü dərsimiz sona çatdı. Gələn görüşlərədək.